Onda belə çıxır ki, bizə hər təsir edən necə deyim, faktor bizim əslində beynimizdə olandır. Yəni şuuraltımızda yatandır. Bəli, Elə çıxır. negativliklər ona görə bizə çox təsir eləyir ki, həyatda həmişə. Çünki bizim bilinçaltımız adətən neqativdir. Çünki insanın beyni adətən neqativə yönəlikdir. Bu da insanın beyninin insanı qorumağa çalışdığı üçündür. Necə? Məsələn, biz yol keçirsənsə, ilk ağlıma bu gəlir, birdən maşın vurar məni, yüksəkliyə çıxanda birdən düşərəm. Bu tip düşüncələr ona gəlir ki, beyin bizi qorumağa çalışır. Bir də həyatda bizim yaşadıqlarımız, travmalarımız üstünə gələndə nə olur? Bizim bilinçaltımız, şuuraltı zehnimizdə neqativliklər daha çoxluq təşkil edir. Ona görə həyatın içində həm neqativ sözlər bizə daha çox təsir eləyir. Neqativ yaşantılar o bizim şuuraltımızda olan neqativlərin daha da üstünə gəlir. Biz onları hiss edirik, amma pozitivliyi hiss edə bilmirik. Pozitivlik çox çətindir əslində gətirmək. Yəni olmaz ki, şuuraltımızda pozitivlik olsun. Biz seanslarda onu etmirik ki, yəni doğru işlədiyimizdə, doğru yanaşdığımızda dönüşdürə bilirik də biz onda özümüzü. Yəni pis hadisə deyim ki, biri çirkindir xanım misalını üzərindən getdisə, bunu davam edelim. Məsəl üçün biri desə ki, sən çirkinsən, onda biz əgər onu dönüşdürmüşüksə nə olur? Artıq gözəl olduğumuza inana bilərik, özümüzü dəyərli Onda hiss edərik. xanımın reaksiyası nə olur? Burada bilirsiniz məsələ nədir? Yəni mənim insanlara yaratmaq istədiyim fərqindəlik budur ki, sənin sistemində bir problem varsa, sən o sistemin içindən dönüşdürməlisən. Yəni mən çirkin olduğuma inanıramsa, o xanım adından deyək də, çirkin olduğuma inanıramsa əgər, məndə bu inanc niyə var? Nə yaşamışam ki, məndə bu inanc formalaşıb? Bunu sorğulamaq yerinə mən bu inancın necə yarandığını bilmirəm, heç bir sorğulama etmirəm, özümü müşahidə etmirəm, analiz etmirəm, bilinçaltımda nələr var anlamağa çalışmıram. Gedib 3-5 dənə kəlmə öyrənirəm, mən gözələm, mən huzurluyam, mən xoşbəxtəm, təlqin edirəm. O inancı dönüşdürmək üçün yetmir. Səbəb odur ki, bizim şuuraltımızda duyğular var. Yəni zehnimizin xammalı duyğular, orada olan bütün bilgi və məlumatlar duyğularla yazılır. O çirkinəm inancının var ha. O nə hiss edir orada? Məsələn, onu kədərləndirir deyək ki, düzdür? Bəli. O kədər duyğusu nə qədər çoxdursa, o olumlamanın, o manifestin təsiri o qədər azdır. Amma deyək ki, biz ondan terapiya etdik, onun çirkinəm inancını dönüşdürdük, onun travmalarını təmizlədik, şuuraltını təmizlədik. Ondan sonra xanım özünə desə ki, mən gözələm. O zaman onu hiss edəcək. Amma bilinçaltı dönüşdürülmədən o travmalar orada qalsın, sən şuur səviyyəsində denən ki, mən gözələm, mən rahatam, mən huzurluyam, bu işə yaramır. Anlıq bir rahatlama verə bilər. Özünü yetərsiz, bacarıqsız hiss edən insana bütün dünya bir araya gəlsin, onu alqışlasın, sən möhtəşəmsən desin, günün sonunda hiss edəcəyi şey şuur altında olandır. Yəni o bacarıqsızam hissidir, yetərsizlik hissi olacaq.